Qaqanız hoqqa veriyor, steak düzəldirik. Birinci bunu duzluyuruq necə lazımdırsa. Amma duzlayandan sonra gərək tez bişirək. Yoxsa suyunu çölə atar. Biraz da stot vururuq. Bura qoysaq necə olar? Məncə yaxşıdır, hə? Hə. Bacınız Türk usulü sarma yaptı. O kadar güzel olmuş ki. Onun içine bir iki damcı da ət qoyardın, heç olmasa normal bir şey çıxardı ortaya. Qaşaq ama. Normalde bunu dəmir döküm tavada pişirmək lazımdır. Bizə dəmir tava yoxdur deyə qranitdə pişirirəm. Ona görə qranitdə də yağsız sidən kimi sırası başlayır yanmağa tava. Yağı tam belə yanana yaxın, temperaturu yüksək olana qədər yandırmaq lazımdır. Yandırmasaz bu yenə suyunu buraxır. Bax indi ços eləməlidir də bunu qoyan kimi ços. Baba. Pişdi. Ços. Bunun çox yox. Bir dəqiqə yarım bir tərəfini, bir dəqiqə yarım ikinci tərəfini. Hiç yox, hazırdır. Əti sadəcə bir dəfə çevirmək olar. Bir tərəfə, indi bu tərəfi tam pişir. Bu tərəfi tam pişəndən sonra bir dənə də çevirir, o birisi tərəf tam pişir. Əgər ortası biraz çiğ qalsa, onda da gərək qaynar kərə yağından elə boşqabın özündə ya taxtanın üstündə qaynar kərə yağından o çiğliyi də götürək. Ya biz çox da belə Amerikalılar kimi çiğ yeyə bilmirik. Yox, bir tərəfə pişdi. Çevirdik o birisi tərəfinə. Oba. Oldu belə. Və bunu götürürük belə. Bu böyük yaxşı olar məncə. Ha? Soka axmalıdır. Süper. Bombastik. Konuşmaya gerek yok. Özüdür. Güzel olmuş. Yine kocamın eline sağlık. Yakışıklı varsınız, yakışıklı izlediniz. Gadanalım.